Hər birinizi salamlayıram. Yeni vloguma xoş gəldiniz. İnşallah ki, yaxşısınız hər biriniz. Yeni bir gündən salamlar. Qapı açıq qalmışdı. Gəldim ki, bu qapını bağlayayım. Günəşli bir gündür. Ətraf çox gözəldir. Kəndin olmazsa olmaz səsləri. Burada özümə çörək qoymuşam, isinsin. Naharımı yeyim. Uşaqlar isə artıq məktəbdədirlər. Günə davam. Gəldim yenə bağ işlərimə. Burada belə fexu ağacları var 2 dənə. Bunları istəyirəm budayım, nə qədər ki çiçək açmayıblar. Çiçək açsalar artıq heyif olar. Buradan lobyalarım da çıxıb. Bunlara artıq dərmanlı su vermək lazımdır. Bu alt hissələri istəyirəm budayım. Səliqəli şəkildə dursun. Burada yerdə palıd ağacları çıxıb. Bunlar hamısı otluqdur. Bunları istəyirəm başlayayım təmizləməyə. Başlayayım pel götürüm. Təmizləyə gedim. Burada da quruq elədir. Artıq xiyarı da əkmək vaxtıdır. İstəyirəm toxumun yerə atım. Bu dəmirlərdən götürüm oradan. Burada dəmir var. Elə bir burada 2 riyə də buradan 3 riyə. Baxaram da nə qədər olsa. Batırıb başlayıram xiyar toxumun atmağa. Bu da artıq çiçək açmağa hazırlaşır. Başlayayım bunu budamağa. Burada palıd var. Bir de palıd ağacı. Bundan tökülür, çıxır burada. Budur, artıq bitirdim. Bu qədər. Bircə başı qaldı. Hamını təmizlədim. Həm ağac nəfəs alsın, həm belə meyvəsi daha yaxşı olur. Bu qədər də çilə çırpısı çıxdı. Bunu da qurusun, atıb təndirdə qalıyaram, çörək bişirərəm. Bu qədər çıxdı. Qaldı bircə otları təmizləmək. Ot da çox hündürdür. Əslində belə çox da ot yoxdur, amma dibləri belə yekədir deyə çox görünür. Burada tikanlı otlar da var, tikanlar. Bunlar hamısını gələk təmizləyəm. Xəmir vurmuşam təndir üçün. Gedim onu kündəliyim, çörəyimi bişirim. Vaxt olsa başlayaram, olmasa qaldı sabaha. Qapı açıqdır deyə bunlara da gün doğub. Qış. Qış qış. Gedim bir xəmirimə baxım sonra. Gedim su getireyim. Bunlar isladılmalıdır. Bundan təndirin bu dəliklərini tuturuq. İsladılmasa yana bilər. İlk öncə biz kərpic qoyuruq, sonra da belə bir parçayla
bağlayırıq ağzını. Mən də gedim artıq kündələri götürüm gəlim. Təndirim artıq hazırdır. İçinin suyunu səpdim. Divarları ilk öncə su səpib silirəm. Təmiz olsun. Burada da kündələri gətirmişəm. Belə çox yumşaq bir xəmirdir. İnşallah ki, çörəyi də yaxşı alınır. Yapım, göstərəcəm. Mən çörəkləri yapdım. Əslində 8 gündə idi. Biri burada düşdü yerə. Mənim təndir çox istiydi deyə. Biri də burada güclə tutunub. Bir tək qızarıb sonra çıxarım. Bu isə heyf ki, düşdü yerə. Elə yapan kimi düşdü yerə. Mən ikincisini yapam. Bir də gördüm ki, düşdü yerə. Onun ağzını indi örtərəm. Qoy qızarsınlar. Biri artıq bişdi, çıxardım. Bunları da indi çıxarıram. Bitirdim artıq. Yapışıb. Kimlər uşaqlıqda belə qoparıb yeyib təndirdən? Bitti. Bu biraz keçdi. Təndir çox qızmışdı deyə, tündüydü deyə keçdi. Amma belə çox qəşəng alıb çörəklər. Bərəkətli olsun. Burada uşaqları da götürüb yollandım bağa. Birlikdə köməkləşərək gül yeri hazırladıq. Əgər yaxşı olsa, bu il yaxşı olsa, daha da yaxşı bir, necə deyim, gözəl bir şəkildə yerin hazırlayaram. Amma bu il hələlik qızlar istədi deyə, əsasən də onlar üçün belə bir gül yeri hazırlayıb əkmək istədim. Kiçik qızım gülləri çox xoşlayır. Ona görə də onun üçün əsasən də istədim belə bir yer hazırlayım. Setkanın dibində. Evdə çərpiclər var idi, köhnə çərpiclər. Onlardan oğlum düzdü, içinə palçıq tökdük və orada gül toxumları əkdik. Əgər bu il yaxşı olsa, belə hər il əkmək fikrim var. Bəlkə daha da qəşəng, yəni düz, yaxşı bir şəkildə hazırlayıb, daha da yaxşı bir şəkildə əkərəm. Əslində fikrimdə var idi ki, dibçəklər alam, uzun dibçəklər olur. Onlarda əkim və setka dibinə düzüm. Dediyim kimi, əgər gözəl görüntü olsa, yəni yaxşı olsa, heç bir şeyə maneçilik olmasa, bəlkə də sonraki illərdə elə etdim. Dibçəklərdən alaram, əkdikcə düzərəm setkanın dibinə. Bura tamamdır artıq. Əslində planımızda bura kimi idi. Sadəcə olaraq burada cavalı yetişər deyə dərdikdə buranı qorxdum ki, əzilər, güllərə ziyan gəlməsin deyə buranın yarıdan getdik. Bir də bura qaldı. İndi buranı da gedərik. Əslində bundan öncə güllərim var idi. Biz setkadan o tərəfə idi. Sadəcə olaraq bu ağaclar böyüdükcə artıq kölgəli oldu deyə daha əkmədim orada. İndi bu illəri belə əkmək qərarına gəldim. Dözməyi içindən, irilərindən dərdim. Bundan da iriləri var idi. Buranı da bu qədər elədim. Sonuna kimi getmədim. Çünki burada ağacı var. Bunun kölgəsi düşər. Kölgə düşən yerdə heç bir şey də bitmir. Düzəməlli. Ona görə yarıda saxladım.
Bir də digər tərəf. Artıq gecədir. Elə suyun səpib saxlayaram. Sabah əkərəm. Burada güllərim var. Göstərim. Bu illərdir var. Belə bir güldür. Adını bilmirəm, amma əkdiyimdə toxumunu tutmuşam. Saxlamışam. Bu belə bir gül var. Bu çox gözəldir. Bir dənəsi yekə kol olur, qalır. Çox maraqlı bir güldür. Bir də bu var. Bu isə hardasa 15-16 il olar ki, məndədir. Bunu sonradan tapdım. Baxın, belə toxumu var. Gülün adını bilmirəm, amma onu bilirəm ki, bu dırmaşandır. Dırmaşır. Elə bu necə deyirlər, bu fasonda da bu cür gül deməyim də belə meyvə kimi şey açır, gətirir. Bunun suyun səpək. Artıq torpağı da islatdım. Əkməyə vaxt qalmadı. Dedim ki, isladım. Sabah inşallah əkərəm. Çünki axşam düşürdü artıq. Ona görə də işimizi bitirdik. Burada da elə sizlərlə sağollaşıram. İzlədiyiniz üçün təşəkkürlər. Yeni bir vlogda görüşənədək hələlik.